Om Namo Bhagavate Vasudevaya. Bhagavad Gita Fəsil 12 Mətn 9. Hoş gördük Bhagavad Gita'nın değerli dinləyiciləri. Bizim Bhagavad Gita'dan seminar mühazirəmiz devam edir. Fəsil 12 Mətn 9. Fəslin adı sədaqətli xidmətdir. Sədaqətli xidmət və yaxud sadiqlik yolu, Allah ali şəxsə sadiqlik yolu sanskrit dilində deyirlər Bhakti yoga. Bu Bhagavad Gita'nın insanlara çatdırmaq istədiyi ən məxfi məsələlər buradadır. Bu fəsildə, 12-ci fəsildə. Bhakti yoga fəsli. Son nəticə Bhakti yoga. Bhagavad Gita 5 predmeti öyrədirsə, 6-cısı bizim gəlib gəldiyimiz nəticədir ki, onu bax bu 12-ci fəsildə görmək olur. 9-cu mətnin sanskriti belədir. Atha chittam samadhatum Nashaknoshi mayi sthiram Abhyasa yogena tato Mam ichhaptum dhananjaya Dhananjaya Arjuna'nın başqa adıdır. Beytin Azərbaycan tərcüməsi. Əzizim Arjuna, ey sərvətlər istilaçısı. Sən öz ağlını kənar şeylərə yayındırmadan məndə cəmləşdirə bilmirsənsə, onda Bhakti yoganın nizamlayıcı prinsiplərinə əməl et. Bu yolla sən özündə mənə nail olmaq istəyi inkişaf etdirə bilərsən. Əzizim Arjuna, ey sərvətlər istilaçısı, sən öz ağlını kənar şeylərə yayındırmadan məndə cəmləşdirə bilmirsənsə, onda Bhakti yoganın nizamlayıcı prinsiplərinə əməl et. Bu yolla sən özündə mənə nail olmaq istəyi inkişaf etdirə bilərsən. Bhaktivedanta Swami Srila Prabhupadanın beytə izahı. Bu beytdə Bhakti yoganın iki müxtəlif prosesi təsvir edilmişdir. Onlardan biri özündə Allah ali şəxsi Krishnaya transendental məhəbbət və bağlılıq hissi oyatmış adamlar üçündür. İkinci proses isə bu mərhələyə çatmayanlardan ötürüdür. İkinci qrup adamlar üçün müxtəlif qayda və təlimatlar vardır ki, onlara əməl etməklə insan son nəticədə Krishnaya bağlılıq mərhələsinə gəlib çatır. Bhakti yoga prosesində hisslər təmizlənir. Maddi dünyada insan hissi həzlə məşğul olduğu üçün onun hissləri natəmizdir. Lakin Bhakti yoga praktikasının köməyi ilə hissləri təmizləmək olar və təmizlənmiş halda onlar uca Tanrının bilavasitə duya bilər. Maddi həyatda insan hər hansı bir ağaya xidmət edə bilər. Lakin bu demək deyil ki, o ağasını məhəbbətlə xidmət edir. Elə ağa da məhəbbət hissi keçirmir. O xidməti qəbul edib əvəzində pul verir. Beləliklə burada məhəbbətdən söhbət gedə bilməz. Lakin ruhi həyatda insan saf məhəbbət mərhələsinə yüksəlməlidir. Ruhi həyatda insan saf məhəbbət mərhələsinə yüksəlməlidir. Bu məhəbbət mərhələsinə bizim hazırki hisslərimizlə həyata keçirdiyimiz sədaqətlə xidmət vasitəsilə çatmaq olar. Hamının ürəyində Allaha məhəbbət mürgüləyir. Hazırda maddi ünsiyyət nəticəsində çirklənmiş bu məhəbbət müxtəlif cür təzahür edir. Ürək maddi ünsiyyətin çirkabından təmizləndikcə Krishnaya olan bu təbii məhəbbət hissi oyanır. Bütün proses bundan ibarətdir. Bhakti yoganın nizamlayıcı prinsiplərinə təcrübəli ruhani ustadın rəhbərliyi altında əməl etmək lazımdır. Bu prinsiplərə riayət edərək insan səhər tezdən durmalı, yuyunmalı, məbədə getməli, dua oxumalı, Hare Krishna Mahamantrasını tərənnüm etməli, gül yığıb uca Tanrının murtisinə təklif etməli, yemək hazırlayıb onu murtiyə təklif etməli, bajistvaya, prasadamı qəbul etməlidir və s. Beləliklə, insanların riayət etməsi üçün müxtəlif qayda və təlimatlar vardır. İnsan həmişə Bhagavad Gita'nı və Şrimad Bhagavatamı pak fədailərin dilindən dinləməlidir. Bu məşğuliyyətlər insanın uca Tanrıya məhəbbət mərhələsinə qalxmasına kömək edəcəkdir. Və bundan sonra o uca Tanrının ruhi səltənətində çatacağına
əmin ola bilər. İnsan ruhani ustadın rəhbərliyi altında qayda və təlimatlara riayət edərək bu Bhakti yoga prinsipinin köməyi ilə şübhəsiz ki, Allaha məhəbbət mərtəbəsinə nail olacaq. Bu Şrila Prabhupadanın 12-ci fəslinin 9-cu mətninə verdiyi izah idi. Əzizim Arjuna, ey sərvətlər istilaçısı, sən öz ağlını kənar şeylərə yayındırmadan məndə cəmləşdirə bilmirsənsə, onda Bhakti yoganın nizamlayıcı prinsiplərinə əməl et. Bu yolla sən özündə mənə nail olmaq istəyi inkişaf etdirə bilərsən. Bu hal-hazırda oxuduğumuz beyt idi. Burada bir şey qeyd etmək istəyirəm mən bu mətndə. Nəyi qeyd etmək istəyirəm? Deməli, burada 8-ci, 9-cu, 10-cu, 11-ci, bir də 12-ci mətndə 8, 9, 10, 11, 12. Krishna bu mətnlərdə prosesin inkişafını, prosesin gedişatını izah eləyir. Hansı prosesin? 8-ci mətndə dediyim prosesin. Krishna 8-ci mətndə deyir ki, Arjuna öz ağlını sadəcə olaraq məndə, Allah ali şəxsdə cəmləşdir, dərrakəni bütünlüklə mənə xidmətdə işlət. Belə olduqda şübhəsiz ki, sən həmişə mənimlə olacaqsan. Buna, yəni necə ağlını Allah ali şəxsdə cəmləşdirmək və dərrakən bütünlüklə Krishnaya xidmətdə işlətmək. Bu iki şey. Buna Krishna addım-addım gəlməyin də yolunu izah eləyir Arjunaya ki, buna necə addım-addım gəlmək olur. Etapları, etap, bildiniz nətəri? Bunu həməyin mən bu vəziyyətə etap gəlməyin yolu kimi izah eləyəcəm sizə. Həm də ki, buna Krishnanın özünə qarşı bu münasibətdə fədaiyə, bu yola ruh inkişaf yolunu duran, Krishnanın münasibətlərini bərpa eləmə yolunu duran insana güzəştləri kimi də, güzəştdir. Yəni ki, hansı güzəştlərlə Krishna güzəştə gedir və o güzəştlərlə də gəlmək olur bu hala, bu vəziyyətə çatmaq olur. İndi bu vəziyyətə bax, bu 8-ci beytdə Krishna dediyi vəziyyətə 9, 10, 11, 12. Bunlarda Krishna Arjunaya etaplar deyəcək, hansı güzəştləri deyəcək, hansı nələrdə o güzəştə gedir ki, bunu elə, bunu elə bilmirsən, bunu elə, bunu elə bilmirsən, bunu elə, bunu elə bilmirsən, bunu elə və bu yolla elə bir ki, prosesin Krishnanın dediklərinin əksinə qaydanda biz izləyəcəyik ki, necə proses baş verir, yüksəliş prosesi necə baş verir, hansı etaplar keçmək olur və hansı güzəştlər eləyir Krishna burada adamı. Görürsünüz 9-cu mətndə nə dedim? 8-ci mətndə deyirsə ki, öz ağlını sadəcə olaraq məndə, Allah ali şəxsdə cəmləşdir, dərrakəni bütünlüklə mənə xidmətdə işlət. Belə olduqda hökmən sən həmişə mənim olacaqsan. Bunu deyirsə, baxın, 9-cu mətndə Krishna başqa şey deyir biraz. Baxın, deyir, əzizim Arjuna, ey sərvətlər istilaçısı, sən öz ağlını kənar şeylərə yayındırmadan məndə cəmləşdirə bilmirsənsə, söhbət nədir? Krishna düşür aşağı. Elə bir ki, indi Krishnanın aşağı düşməyi, yuxarı qalxmağın pillələrini göstərəcək Krishna. Pillə-pillə necə gələ bilir, bildiyiniz etapları. İndi mən onu biz bax, bu 4 mətndə bir-birinin ardınca oxuyacağıq. Əgər sən öz ağlını kənar şeylərə yayındırmadan məndə cəmləşdirə bilmirsənsə, onda Bhakti yoganın nizamlayıcı prinsiplərinə əməl et. Bu yolla sən özündə mənə nail olmaq istəyi inkişaf etdirə bilərsən. Deməli, Bhakti yoganın nizamlayıcı prinsiplərinə əməl etmək insanda Tanrıya nail olmaq istəyini yaradır. Tanrıya nail olmaq istəyi yaradır, bildiniz mi? İndi sual oluna bilər ki, Arjuna Kurukshetrada döyüş meydanında durubdu. Birazdan döyüş başlamalıdır. Krishnanın Arjunaya bu cür nəsihətlərin nə demək istəyir? Krishnanın bu cür nəsihətlərin arxasında nə durur? Çünki Arjuna bu saat
Elə bir vəziyyətdədir ki, deyir o, oğlum ölüm şeyinə gedir, döyüşünə. Bir tərəfdən, ikinci tərəfdən də Arjuna bu saat döyüşə getməlidir, döyüşməlidir. Amma məsələ nədən gedir? Məsələ gedir Arjuna'nın hansı əhval-ruhiyyədə döyüşə getməyindən. Hansı əhval-ruhiyyədə? Krishna Arjuna'ya bu şeyləri danışacaq və bütün bu şeyləri danışmaqla Krishna Allah Ali şəxsdir, Arjuna'da yetişmiş candır əslində. Krishna Arjuna'nın timsalında bütün bizlərə müraciət eləyir orada. Bir, həm də ki Arjuna'da bu proses, Arjuna yetişmiş canlısı, Arjuna'da bu proses gedib uje. Hansılar ki Krishna indi danışacaq Arjuna'ya, izah edəcək bir-birinin ardınca. Arjuna'da bu proseslər uje gedibdir. Bildiniz mi? Gedibdir və Krishna zamandır da. Krishna qabaqcadan o prosesləri hamısını izah eləyir ki, bu proseslər necə baş verir. Yəni bu proseslər Arjuna'da gedib əslində. Sadəcə olaraq Krishna necə ki Arjuna'ya göstərdi ki, o bu döyüşü bitiribdir, hamı da ölübdür. Eləcə də Arjuna'ya Krishna bu proseslərin necə yetişdiyini izah edir ki, əslində bu proseslər bu cür yetişir və sən Arjuna bu prosesdə yetişibdir, çatıb o məqama, bildiniz. Arjuna çatıbdır, amma Arjuna elə bir ki, bunları deyir ki, bu proses necə gedir, başa düşdünüzmü? Bunu bu cür biz qəbul eləməliyik. Ona görə Krishna burada deyir ki, hələ düşünməkdə olan, dinləməkdə Krishna olan Arjuna'ya, Arjuna deyir, əzizim Arjuna, ey sərvətlər istilası, sənə öz ağlını kənar şeylərdən yayındırmadan mənə cəmləşdirə bilmirsənsə, onda Bhakti Yoga nizamlayıcı prinsiplərinə əməl et. Bu yolla sən özündə mənə nail olmaq istəyi yarada bilərsən. Srila Prabhupada öz izahında deyir ki, Bhakti Yoga proseslərlə qoyulub ki, insanın hissləri təmizlənir burada. İnsanın hissləri təmizlənir. Görmə qabiliyyətimiz, eşitmə qabiliyyətimiz, nitqi qabiliyyətimiz və s. insanın hissi nə varsa, hissi bütün nələr varsa bizdə, bunların hamısı təmizlənir Bhakti Yoga ilə məşğul olanda. İndi bizim Krishna'nın dediyi vəziyyətə gəlməyimiz birdən-birə baş vermir. Hamının ürəyində Şrila Prabhupada deyir ki, Allaha məhəbbət mürgüləyir. Hazırda maddi ünsiyyət nəticəsində çirklənmiş bu məhəbbət müxtəlif cür təzahür edir. Ürək maddi ünsiyyətin çirkabından təmizləndikdə Krishna'ya olan bu təbii məhəbbət hissi uyanır. Bütün proses bundan ibarətdir. Bu təmizlənmə prosesi Bhakti Yoga vaxtı baş verir. Bhakti Yoga. Burada da bir dənə də ciddi məsələ var ki, Bhakti Yoga'da, Şrila Prabhupada burada toxunur o məsələ ki, Bhakti Yoga'da prosesi də öz başına olmur. Yəni insanlar heç vaxt deyə bilməzlər ki, mən öz başıma praktika ilə məşğul olub təmizləyə bilərəm və yaxud da ki, heç kim deyə bilməz ki, mən tərtəmizəm. Bhakti Yoga nizamlayıcı prinsiplərinə təcrübəli ruhani ustadın rəhbərliyi altında deyirlər. Deməli, Bhakti Yoganı ruhani ustadın rəhbərliyi altında keçirmək lazımdır. Bu bütöv bir dənə təhsil sistemidir. Bu da təhsil sistemi əslində. Əslində təhsil bu deməkdir. Bildinizmi? Cismani bədən və onun tələbat və ehtiyaclarının daha da təmtəraqlılığını, komfortunu həyata keçirmək üçün tətbiq olunan təhsil sistemi deyil. O aşağı Yavan, Mleçxa səviyyəsində insanların təhsil sistemidir. O səviyyənin təhsil sistemidir, üzr istəyirəm. Ki, insan ancaq fiziki bədən, onun mənsubiyyətlərinin və onun rahatlığının, komfortunun, həzlərinin, sosial durumunun, təminatının və s. bunların ancaq barəsində öyrənir, elm yazır. Bu 5-ci, 6-cı dərəcəli səviyyənin insanın, o səviyyənin təhsilidir. Amma real təhsil bu 1-ci səviyyəli insanlar. 1-ci səviyyəli insanlar brahmanlardır. Bunlar ruhun Allahın kim olması, nə olması, təbiəti barəsində, onların qarşılıqlı münasibətləri barəsində
İnsan bu səviyyədə həyata keçirdiyi fəaliyyət barəsində bilik əldə eləməkdir, elm əldə eləməkdir. Bu da real bilik, əsl həqiqi təhsil odur. Bu insanda təmizlənmə nəyini, prosesinə və bir də təmizlənmiş insanın nədir, özündə inkişaf elətdirdiyi keyfiyyətlər barəsində bilikdir. Müsbət keyfiyyətlər, bildiniz, insani, ruhi, mənəvi keyfiyyətlər, ilahi keyfiyyətlər özündə inkişaf elətdirmək və biruzə vermək onları, təzahür elətdirmək. Budur əsl elm, bilik. Ne üçün? Çünki bu cür elm məhz insanın həyatının, nəinki insanın bütün canlı varlıqların həyatının 4 dənə ən fundamental problemini həll eləməyə qadirdir. O şey bilikdir ki, o şey elmdir ki, o şey təhsildir ki, o insanın 4 dənə fundamental problemlərin həllinə qadirdir. Nə? Doğuluş, xəstəlik, qocalıq, ölüm. Müasir elm bundan lovğalana bilər? Yox. Heç cür. O müasir elm hələ heç nə kəşf eləməyib ki, elm deməyə də mən biraz şey eləmirəm. Müasir təhsil sistemi hələ heç nə göstərə bilməyib ki, doğuluş, xəstəlik, qocalıq, ölümü necə üstələmək olar. Əksinə, doğuluşun da, xəstəliyin də, qocalığın da, ölümün də daha da parlaqlığına, ölümü daha da yaxınlaşdıran işlər görüb, qocalığı daha da güc sürətləndirən işlər görüb, xəstəliyi daha da artıran işlər görür. Budur. Çünki o bilik, elm, əsl bilik, real bilik, təhsil, real təhsil şeyində deyil axı. Kateqoriyasında. Real təhsil amma bu insanı bu şeylərdən azad eləməlidir. Doğuluşdan, xəstəlikdən, qocalıqdan, ölümdən. Azad eləməlidir insanı. Bu real təhsildir, bildinizmi? Və bu real təhsili cəmiyyətin birinci kateqoriyalı insanları öyrənirlər və yaxud da ki, bu real təhsili öyrənənlər cəmiyyətin birinci kateqoriyalı insanları olurlar ki, onların rəhbərliyi altında, ondan aşağıdakı kateqoriyalar bunların rəhbərliyi altında fəaliyyət göstərirlər bu dünyada. Bu da Varnaş Ramat Xarma İnstitutudur, İctimaiyyət İnstitutudur. Burada birinci növbədə insanlara deyilə brahmanlar. Brahmanlar ruhani şəxsiyyətlərdir. Ruhani biliyi öyrənib, həyatına tətbiq edib və cəmiyyəti öyrədən, dərs keçən və nəsiyyətlər, məsləhətlər verənlərdir, idarə edənlərə. Bunlar brahmanlardır. Brahmanların nəsiyyət verdiyi, məsləhət verdiyi kşatrilərdir. Döyüşçülər, əskərlər və yaxud da ki, administratorlar, yəni cəmiyyəti idarə edənlər. Onlardan aşağıda gəlirlər vayşilərdir. Vayşilər bu sosial durumu təminatla məşğul olanlardır, sosial təminatla məşğul olanlardır. Bunlar bankirlərdir, bunlar kimlərdir? Bunlar fermerlərdir, bankirlərdir, bunlar əkinçilərdir. Pul işi ilə məşğul olanlardır, inəklərə nəzarət edənlərdir, inəklərin qayğısına qalanlardır, əkib becərmək, sosial təminat da, yəni ki. Ondan da aşağıda gəlir şudralardır, şudralar da özündən yuxarıda olanlara xidmət edənlərdir. Yəni, vayşılara kşatirlər, bir də brahmanlar. Bunlar hamısı rəhbərlik altında, ruhani bilik, ilahi bilik əldə eləmiş insanların şəxs rəhbərliyi altında hərə öz fəaliyyəti ilə məşğul olanda hamı eyni bir nöqtəyə vurur. Buna deyilər əməkdaşlıq. Cəmiyyətdə müxtəlif silklərin, müxtəlif səviyyəli insanların qarşılıqlı əməkdaşlığı baş verir ki, bu əməkdaşlıq hamının eyni zamanda, eyni bir istiqamətdə, eyni bir məqsədə, eyni bir amala xidmət eləməyinə aparıb gətirib çıxardır. Və bu cəmiyyətdə möhtəşəm ilahi bir harmoniya, ahəng yaradır. Ahəng yaradır. Hər kəs öz yerini bilir. Hər kəs öz işini bilir. Hər kəs etdiyi xidmətdən məmnunluq və xoşbəxtlik duyur. Hər kəs başqalarına qarşı xüsusi hörmət və ehtiramla olur. Bu, hər kəs öz yerini tapanda olur. Hər kəsin öz yerini tapıb, öz yerini göstərməkdən olan təhsil sistemidir. Amma müasir təhsil sisteminə diqqət eləsəz, görəsiniz ki, müasir təhsil sistemin işi ancaq insanın ilahi, ruhani şəxsiyyətini nə deməkdir? Məhv eləməkdir. Sadəcə olaraq onu məhv eləyirlər. Mən demirəm,
necə, yəni qəsdən da istənilən halda bu cəhalətdir da, yəni cəhalətin səbəbindən insanın şəxsiyyəti məhv olur. İnsan ilahi tərəfindən ruhani səviyyədə vermiş ləyaqəti tapdalanır bu təhsil sistemi ilə. Yəni bu sistem insan bədəninin strukturasında öz yerini göstərir. Bu İctimaiyyət İnstitutu, Brahmanlar, Kşatrilər, Vayşilər, Şudralar. Bunlar bizim bədənimizdir. Baş bədənimiz baş hissədən ibarətdir. Funksiyasına görə bədənimiz 4 yerə bölünür. Baş, qollar, qarın nahiyəsi, bir də ayaqlar. Bunlar bu 4 dənəsi funksiyasına görə bir-birinə fərqlənirlər. Baş bir iş görür, qollar başqa iş görür, qarın nahiyəsi başqa bir iş görür, ayaqlar da başqa iş görür. Başın işi düşünməkdir. Qolların işi idarə eləməkdir. Qarın nahiyəsi bu sosial təminat. Yəni ki, bütün bədənin təminatı qarın nahiyəsində baş verir. Qidalanması. Düzdür, hə. Ayaqlarsa bu üçünü daşıyırlar da üstündə, ora-bura. 4-cü kateqoriya. Baş brahmanlarda, qollar kşatrilərdə, qarın nahiyəsi, vayşlarda, ayaqlarda, şudralarda. Yəni bu İctimaiyyət İnstitutunun təbiətindən, mahiyyətindən tamamilə bixəbər insanlar bunu ancaq cəmiyyətin siniflərə bölünməsi, sinifi ayrı seçkili kimi baxırlar. Mənim yadıma gəlir. Mən cavanlıqda biz oxuyanda orta məktəbdə hardasa belə bunlar buna yuxarıdan aşağı baxırlar ki, Hindistanda kasta sistemi tətbiq olunur. Cəmiyyətlərin, insanların siniflərə bölürlər. Kim kimdən üstündür, kim kimdən aşağıdır. Amma bu o deməkdir ki, bu insanın xəbəri yoxdur. Bu insan bilmir. Bu insan deyir o bilmir harda açdı deyir bilmir şeyin hardan gəlir. Bir qaşıq da mənə verir. Bizdə bir söz var. Deyir bilmir aş harda pişib, deyir bir qaşıq da mənə verin. Bax belə insanlar bilmir ki söhbət nədən gedir, sadəcə olaraq uzaqdan uzağa belə xəbərsiz, bixəbərcəsinə fikir söylüyor. Belə insanların fikri. Amma o xəbəri olsa o görəcək ki, bu möhtəşəm, ilahi bir dənə İctimaiyyət İnstitutudur. Tanrının cəmiyyəti idarə eləməsi haqqında, idarə olunması haqqında təqdim elədiyi sistem, mexanizmdir. Tanrı yaradan Allah Ali şəxsin, Krishna özü Bhagavad Gita'nın 4-cü fəslində bunu deyir. 3-cü fəslində. Deyir ki, orada necə deyir? Orada deyir ki, Çatur varniyam maya siriştam guna karma vibhagaşa. Çatur varniyam maya sirişte guna karma. Çatur 4 deməkdir. Deyir bu 4 sirkdən ibarət olan cəmiyyəti sistemi mən yaratmışam. Qunasına, karmasına uyğun. Qunası, yəni keyfiyyətlərinə və taleyinə uyğun. Hər kəsi keyfiyyətlərinə və taleyinə uyğun 4 sinifə mən bölmüşəm, Krishna deyir. Cəmiyyətin bölünməsi ancaq cəmi bu 4 dənədən ibarətdir. Yerdə qalan bölünmələrin hamısı sünidir, insanlar yaradıblar. Yəni dinlərə, millətlərə, irqlərə, ölkələrə, dövlətlərə, xalqlara və s. bu bölünmələrin hamısı sünidir. İnsanlar süni sürətdə bölünə gedirlər. Bu tənəzzül əlamətidir, bildinizmi? İnsanların bu cür bölünməsi millətlərə, xalqlara, dinlərə, ölkələrə və s. bütün bu parçalanma tənəzzül əlamətidir. Tərəqqi əlaməti deyil. Bunu dəqiq bilmək lazımdır, yadda saxlamaq lazımdır. Bu tənəzzül nəticəsində insanlar belə. Sübut deyim sizə, sübut. Sübut bir də İslam dini. İslam dini gəldi, məsəl üçün deyirəm hələ. İslam dini Məhəmməd Məsudullah gətirdi. İslam dini nədir? İslam dini parçalanmışları bir yerə topladı, Ərəbistan çöllərində. İslam dini ondan sonra bütün dünya yaydı, Məhəmməd Məsudullah. Baxın görün nə qədər ölkələr, xalqlar, millətlər bir dənə İslam dininin altında birləşirlər. Buradan bəyəm çətindir başa düşmək ki, Allahın məqsədi məramı nədir? Allahın məqsədi məramı parçalamaq deyil ki, birləşdirməkdir. Parçala və hökm elə bu şeytanın şeyidir, şuarıdır. Parçala və hökm elə. Ona görə Allahın parçaladığı cəmisi bu 4 dənə sinifdir. Vəssalam. O nə millətlər yaradıb Allah, nə xalqlar yaradıb Allah, nə dövlətlər yaradıb Allah, nə sərhədlər cızıb Allah, nə ənənələr yaradıb Allah. Bunların hamısı insandır. İnsanın özdə hansı insanın tənəzzülə uğramış insanın. Ona görə də deyirlər ki, milli mədəniyyət, din mədəniyyətinin tənəzzülə uğramasından yaranır. İstənilən milli mədəniyyət, din mədəniyyətinin tənəzzülə yaranır. Niyə? Çünki milli mədəniyyət cismani fərqlilikdirsə, din mədəniyyəti ruhi birlik deməkdir. Ruhi bütövlük, ruhi nöqtə. Ruhlar axı, ruhun milləti yoxdur axı. Deyə bilərsiniz ki, Rus ruhu, İngilis ruhu, Türk ruhu, gülüncdür bu.
Nə ruhun milli də ayrılığı var, nə dini ayrılığı var. Bunlar hamısı sünnidir. İnsanlar bunu tənəzzülə uğrayıb. Yəni insanlar ruhani səviyyədən tənəzzülə uğrayanda aşağı bədən səviyyəsinə, ruhani səviyyədəki mədəniyyət düşür bədən səviyyəsinə. Olur din mədəniyyəti çevrilir olur milli mədəniyyət. Bir şey sözmü? Müxtəlifliyi də yenə də özünə məxsus tənəzzülün elementləridir ki, nətərdə o milli mədəniyyətlər də hələ öz-özlüyündə tənəzzülə uğrayıb parçalanırlar. Olurlar müxtəlif millətlər. Bu prosesin tənəzzül istiqamətidir, gördünüz. Tərəqqi istiqaməti Krishna deyir, mən sizi ancaq bölmüşəm 4 yerə, bədəninizə uyğun. Başınız, qollarınız, qarnınız, bir də ayaqlarınız, vəssalam, yerdə qalanları siz yaratmısınız. Bu sizin maddi durumunuzdur, cismani həyatınızdır. Ruhi inkişafın özünü də Krishna 4 yerə bölüb. Alınıb cəmsi deməli 4 dənə sosial silklər, 4 dənə də ruhani silklər. Ruhanilər də hansıdır? İnsan həyatını 4 yerə bölüb. İnsana 100 il ömür vermişəm deyir. Hə, 4 yerə bölünə alacaq 25 il, 25 il, 25 il, 25 il. Birinci 25 il şagirdlik dövrüdür. İnsan öyrənməlidir. Nəyə? Ruhi biliyi. Ruhi biliyi əldə eləməlidir. Ruhi bilik yox, ümumiyyətlə biliyi əldə eləməlidir. Mən ruhi bilik deyəndə güya ki, başqa bilik də var. Başqa bilik yoxdur. Elə ancaq ruhi bilik var. Bizim orta məktəblərdə, institutlarda, universitetlərdə, akademiya aldığımız biliklər bilik kateqoriyasında deyirlər. Onlar mövcud olan analizindən doğan məlumatlardır ki, insanlar onu istifadə edirlər, istismar edirlər ancaq 4 heyvani instinkt həyata keçirməyə, komfortlu sürətdə. Yemək, yatmaq, seks sözü qoymaq. Birinci 5 il, 25 il təyin olunub ki, oğlan uşağı, xüsusilə oğlan uşaqlarına söhbət gedir. Qız uşaqlarına bu cür təhsil verilmir. Oğlan uşaqları təhsil almalıdır, çünki kişinin üzərində bütün məsuliyyətdir, qadının yox. Kişinin üzərində də məsuliyyət, bütün məsuliyyət. Ona görə kişilərə təhsil verirlər. Bu, ilahi bir dənə şeydir, sistemdir. Bunu müasir dövrün insanı nə eləyə bilər? Mızıldana bilər ki, yox, burada gender bərabərliyi pozulur. Bu gülüncdür, bilirsiniz nətədir? İlahi, transendental, kainat səviyyəli harmoniyadan, durumdan xəbər olmayan insanlar bunu deyirlər. Amma ki, kainat səviyyəli durumdan, transendental durumdan, yəni dərk olunmaz təbiətdən xəbərdarı az-çox olan adamlar başa düşürlər həmən dəqiqə söhbət nədən gedir. Ona görə oğlan uşaqları 25 yaşına qədər təhsil alırlar, ruhani bilik, ruhi, ilahi bilik. Dünyanın transendental səviyyədə quruluşu, düzülüşü, maddi dünyada mövcud olmağın məqsədi, məramı, təyinatı. Bax, bunlar barədə insan həyatının mahiyyəti, mənası, təyinatı, ali məqsədi, insanın ən ümdə borcu. Bu barədə bilik alırlar. 25 yaşına qədər ruhani ustadın rəhbərliyi altında. Görürsünüz, burada Şrila Prabhupada deyir ki, Bhakti yoganın nizamları prinsiplərinə təcrübəli ruhani ustadın rəhbərliyi altında əməl etmək lazımdır. Kimin təhsili bu təhsili kimin təhsil altındadılar? Ruhani ustadın. Ruhani ustada sanskrit dilində deyirlər guru. Ona görə də bu cür məktəblərə deyirlər gurukula. Gurukula. Gurukula, qurunun nökəri, qurunun xidmətçisi. İndi bunu biraz özünküləşdirərək biraz kurikulum sözü atıblar ortaqlar. Kurikulum deyirlər. Amma o gurukula sözünün istəyirlər yamsılasınlar, belə bir dənə şey atıblar ortaqlar. Kurikulum təhsil sistemi. Gurukula, guru ruhani ustaddır. Gurukula da ruhani ustadın rəhbərliyi altında olan şagirdə deyirlər. Ruhani ustadın rəhbərliyi altında bu təhsil alır 25 il. Növbət o 25 il təhsil alandan sonra əgər o tərki dünya olaraq özünün həyatını tərki dünya halında davam elətdirə bilirsə, ona deyirlər tərki dünya halında davam elətdir, təbliğatla məşğul ol, qayıt get Tanrı yanına. Yox, elə bilmirsə, onda ruhani ustad ona icazə verir ki, o ailə həyatı qursun. O bir qadınla ailə həyatı qurur və 25 il təhsil aldığı biliyin rəhbərliyi altında, yenə də ruhani ustadın rəhbərliyi altında ailə həyatı qurur. Ona uyğun həyat yoldaşına münasibət qurur, ona uyğun fəaliyyət həyata keçirir, ona uyğun övlad dünya gətirir, o övladı buna uyğun böyüdür. Bildinizmi? Aldığı təhsilə uyğun. 25 il, 50 yaşına qədər. 50 yaşında belə insanın övladı, 25 yaşında evlənibsə, 50 yaşında bunun birinci övladın 23-24 yaşı olmalı, düzdür? 25 yaşa yaxın olacaq. Onda ona deyirlər ki, sən ailə həyatını təhvil verirsən ailəni, böyük oğlu var, böyük övladı var. Həyat yoldaşından aralanırsan, fəaliyyətdən, maddi fəaliyyətdən aralanırsan, başlayırsan özünüzü həsr edirsiniz, ruhi özünü dərk etməyə, gözləmirsiniz ki, ölüm gəlsin. Yox,
Ölümə qabaq gedirsiniz. Yəni durursunuz ruhi həyata daha öz-özünüzü həsr edirsiniz. Cismani fəaliyyəti qoyursunuz qırağa, başlayırsınız sırf ruhani fəaliyyətlə məşğul olmağa. Bu 3-cü etapdır 25 ildə. Əgər o 25 ili yaşayırsan bu etapı, sonuncu 25 ildə o həyat yoldaşını da təhvil verir oğluna, olur tam tərki dünya, saniyəsi. Buna deyirlər, birincisinə deyirlər Brahmacari həyat tərzi, ikincisinə deyirlər Grihastha həyat tərzi, üçüncüsünə deyirlər Vanaprastha həyat tərzi, dördüncüsünə deyirlər saniyəsi. Bu da ruhi dirçəlik, ruhi inkişaf yoludur. Bunların hamısı 4 dənə ruhi inkişaf, 4 dənə də sosial mövqe. Bunların hamısını deyirlər Varna Ashrama Dharma, Varna Ashram. Varna birincilərdir, Ashramda ikincilər. Varna Ashrama Dharma, buna deyirlər İctimaiyyət İnstitutu, hansını ki Krishna, Allah Ali şəxs özü tətbiq eləyibdir, özü veribdir cəmiyyətə. Ki bu cəmiyyətdə harmoniya olsun, əməkdaşlıq olsun, hər kəs bir işi həyata keçirsin və bu onların kollektiv şəkildə eyni zamanda ruhi inkişafına, Tanrıya tərəf gedən yolda inkişaflarına səbəb olsun. Bax buna görə buna deyirlər Varna Ashrama Dharma İctimaiyyət İnstitutu. Bu sivil cəmiyyət deyilir bu cür cəmiyyətə. Bugünkü gündə bu Varna Ashrama Dharma İnstitutu tamamilə mövcud deyil. Onu nə ediblər? Ləğv eləyiblər hər yerdə. Hər yerdə. Amma bu institut Tanrı tərəfindən verildiyinə görə bu insanlar istənilən cəmiyyətdə vardırlar bu saatda. Bu insanlar istənilən cəmiyyətdə vardırlar bu saatda. İstənilən ölkədə, Azərbaycanda da var bunlar, Rusiyada da var, Amerikada da var, hər yerdə vardır. Sadəcə olaraq onları bəhs eləyir ki, bu mexanizmi tətbiq eləsən, həmən insanlar həmən təzahür eləsinlər. Sadəcə onlar başqa şeylərlə məşğuldurlar. Ona görə də müasir cəmiyyətdə bu olmaması bu cür insanların hər hərəkətin öz yerində özünü tapmağına imkan vermir. Hazır-hazırki təhsil sistemi bu belə insanlar cəmiyyətdə olsalar da onların öz yerlərini tapmağa imkan verməyən cəmiyyətdir. Təhsil sistemidir. Çünki təhsil sistemi yalnızca Sovet hökuməti deyirlər, fəhlə kəndli hökuməti idi. Ona görə bütün təhsil fəhlə kəndli, insanlar ancaq fəhlə kəndli eləməli idi. Fəhlə kəndli də bu şudradır. Yəni aşağıdan yuxarı başayaq qoymuşdular da ölkəni. İnsanları, sistemi başayaq qoymuşdular. Fəhlə kəndli ayaqlardırsa, onlar onu çevirib başa qoymuşdular. Yəni fəhlə kəndli ölkəni idarə edirdi. Onlar da özlərinə uyğun təhsil verirdilər. Bildinizmi? Şudra təhsili. Amma təhsil başdan gəlməlidir, Brahmandan gəlməlidir. Brahman ruhani. Onları Stalin onları göndərdi Sılkıya, göndərdi Sibirə. Brahmanları yığıb göndərdi Sibirə. Kimlər ki düşünə bilirdilər, ruhani biri ala bilərdilər, verə bilərdilər, qabiliyyət olur. Onların hamısını göndərdilər sürgünə. Ona görə də 50 ildən çox yaşaya bilmədilər maksimum. İndi bu sistem haçan ki cəmiyyəti idarə eləməlidir ruhani bilik alanlar. Ruhi sözün əsl mənasında dindarlar yox. Mən sizə dindarlıqdan danışmıram. Dindarlıq başqa şeydir, ruhanilik başqa şey. Dindar dini prinsipləri, qaydaları bilir, ənənələri, ritualları, ayinləri bilir, öyrədir ki, bunları eləyin. Qiyamət günü cənnətə gedəcəyik, əl-ələ verib. Amma ruhani o, ruhu tanıyır. Ruh nədir, Allah kimdir və insanları ruhi özünü dərk etmə yolunda, Tanrını dərk etmə və ona özünün əzəli, sədaqətli xidmət səviyyəsində yaşamağı onları başa izah eləyir. Bu ruhani adamdır. Ruhani sözündən baxacağız. Yəni bu ruhi biliyi var. Ruhunu alan şeydir. İlahi ruh nə deməkdir? Fərdi ruh nə deməkdir? Ali ruh nə deməkdir? Bunların qarşılıqlılığı nə deməkdir? Bunların keyfiyyətləri hansılardır? Ruhani biliyi olan insanın özünə aparma qaydaları hansılardır? Onun həyat tərzi necədir? Onun münasibətləri, dünya baxışı necədir? Ruhani. Və bu Bhakti Yoga prosesi burada tətbiq olunur. Bu cür ruhani ustadın rəhbərliyi altında. Yəni hansı Brahman ruhani ustad Brahman olmalıdır. Cəmiyyətin düşünən hissəsi. Cəmiyyətdə düşünən insanlar var. Azərbaycan cəmiyyətində var. Cəmiyyətdə idarə etməyə meyil olan insanlar var. İdarə etməyə və yaxud da döyüşməyə. Məsələn, görürsünüz müharibə oldu. Oraya elə adamlar var ki, onlar özləri özləri belə böyük bir həvəslə, böyük bir canfişanlıqla onlara gedirlər. Həmən dəqiqə seçilirlər, gedirlər. Onları nə çağırmaq, onları nə dəvət eləmək, onları nə göndərmək lazımdır. Bu nə deməkdir? Bu demək ki, bu kşatirdir, bu döyüşçüdür, bunun canında, bunun təbiəti bu cürdür.
Alverçini ora göndərə bilməzsən müharibəyə. Alverçi ki, o vay işi var, o pul yığan adamdır, əkin əkən adamdır, fermerdir, pul şeydir, finansistdir də, maliyyəçi. Belə insan belə döyüş olanda onun həvəsi də olmur getməyə. Ya da şudran. Onları zorla göndərərlər məsəl üçün. O da onun təbiəti deyil axı. Ona görə cəmiyyətdən təbiəti olan insanlar seçilməlidir, onlardan əskər, ordu düzəldilməlidir. Kimlərin ki canında qışatırılı var, döyüşçülük var. Allah özü bu cür yaradıbdır. O elə insanlar deyirəm də, müharibə olanda belə insanlar özlərinin elə bir ki fəaliyyət sahəsini istəyirlər ki, elə bir ki buna imkan gəlib ki özünü göstərsin. İmkan yaranıb buna. Başa düşdün? O müharibəyə bir imkan kimi baxır ki, imkan yaranıb mən özümü neyliyim, özümü bir rüzə verim, özümü təzahür etdirim, özümü görüm, duyum kiməm mən, kimliyimi görüm. Ya mən döyüşçüyəm, götürür həmən dəqiqə silahı gedir, başlayır döyüşməyə, can fişanlıqla. Bu kışatırlardır. Elə adam var ki, vahşidir, bu adam nədir? Pul adamı, pul sayır, bankirdir, bir də nədir bu işi fermerlikdir. Əkin, tikin, ticarət, bir də maliyyə işləri. Əkin, tikin, ticarət, bir də maliyyə işləri. Belə adamlar görürsünüz, özünü bazara gedirsən, görürsən ki, adamlar var ki, öyle bir kazandığı yoxdur orada heç elə bilsən, görürsən ki, qəpik qasa. Amma özünü öz tarelkasında hiss edirdi orada. Bu adam iş gördüyü işdən ləzzət alır baxırsan ki. Almaqdan, satmaqdan, təbiətindədir, canında oturub bunu. Almaqdan, satmaqdan ləzzət alır, həzz alır bundan. Bizi nətəri? Və onunla alver eləyirsən, baxsan ki, onu xoşbəxt elədin. Az qarşı sənin qoyunu qucaqlasın. Bu təbiətidir da tapıb özünün. Dördüncü kategoride şudralardır. Şudralar başkalarına xidmət eləmək. Bunlar başkalarına xidmət etməkdən həzz alırlar. Ora buyurursan baş üstə gedir, bura buyursan baş üstə gedir. Və yaxud da ki, rəssamlar, heykəltaraşlar, musiqiçilər, dramaturgiya ilə məşğul olanlar, nə bilim, teatr sənəti qoyarlar, aktyorlar. Bunların hamısı şudra kateqoriyasındadır. Hamı şudradır. Bunlar da öz işlərini görürsünüz, hamı gedib tapır həmən dəqiqə öz işi ilə məşğul olurlar. Görürsünüz, belə insanlar var, meyl eləyirlər. Yəni bunlar istənilən cəmiyyətdə var, bircədən qalıb ki, bunların öz yerlərini tapmaq, öz yerlərində onlara lazım olan bilik əldə edib fəaliyyətlə məşğul olmaq üçün şərait yaradılmalıdır. Buna deyirlər Varna Şaramadlı Harma İnstitutu, sivil insan cəmiyyəti. Bu baş verir ancaq ruhani ustadın rəhbərliyi altında. Ruhani ustad ortaqdır. Ruhani ustad Tanrının mötəbər nümayəndəsidir. Ona görə də bu Krishna Arjuna'ya deyir ki, sən ağlın kənar şeylərdən yayındırmadan məndə cəmləşdirə bilmirsənsə, onda Bhakti Yoga nizamlayıcı prinsiplərinə əməl et. Şrila Prabhupada da dedi ki, Bhakti Yoga prosesində insanın hissləri təmizlənir. Hisslərin təmizlənməyi nə deməkdir? Bizim özümüzü görə bilməməyimiz, tanımamağımız, Allahı görə bilməməyimiz, tanımamağımız, bizim həyatımızda baş verən hər bir şeyin məğzində, mahiyyətində duranları duya bilməməyimiz, bunların hamısının arxasında duran, bizim xoşbəxtlik axtarışlarımızda, bədbəxtliklərlə ücah olmamız, bizim cürbəcür peşmançılıqlara, məyusluqlara qərq olmaqlarımızın, sonra bizim nə eləyək qeyri-məmnunluqlarımızın, düzdür, həyatda istədiklərimizə nail olmamaqlarımız. Bunların hamısının arxasında duran bir şey nədir? Bunların hamısının arxasında duran bizim çirklənmiş hisslərimizdir. Biz çirkli hisslərlə yaşayırıq, fəaliyyət göstəririk, hər bir şey həyata keçiririk və bununla da əlimizə gələn də təmiz gəlmir. Çirkli hisslərlə nə eləyə bilərsən? İndi gəlin görək, çirklənmiş hiss nədir, təmizlənmiş hiss nədir? Hiss nədir? Çirklənmiş hiss, o hissə deyirlər ki, görmə qabiliyyəti hissdir, eşitmə qabiliyyəti hissdir, dad bilmə qabiliyyəti hissdir, iyi bilmə qabiliyyəti hissdir, cinsi əlaqə hissidir, cinsiyyət hissi. Bunların hamısı hisslərdir. Təmas, toxunma, bu da hissdir, 5-cidir. 5 dənə hiss. Bunların çirklənməsi o vaxt baş verir ki, haçan insan real bilik əldə eləmir. İnsanın biliyi yoxdur. Hansı bilik? Bayaqdan danışdığımız bilik. Ruhani bilik. Transendental bilik. Allahın verdiyi bilik. Allahdan gələn bilik. Bildiniz nətəri? Dünyəvi materialistlərin fikirləşib ortalığa çıxartdığı bilik yox. Qurduqları proqram yox. İlahi. İlahi bilik nə deməkdir? İnsana onun həzzi, həqiqi şəxsiyyəti barədə bilik. Əslində sən kimsən? Əslində Allah kimdir? Əslində bu dünya nədir və sən özü burada necə aparmalısan? Bu Veda biliyidir. Bildiniz nətəri? Müqəddəs tapılan.
Çünki insan belə olmayanda insan özünü ət, sümük, qan, sənlik, sidik, nəcis birləşməsindən ibarət olan fiziki bədənlə eyniləşdirir və ona uyğun da bilik. Bax, müasir təhsil sistemi 99,99% bu sistemin üstündədir. Hansı? İnsan özünü cisimlə eyniləşdirir, bu bədən mənəm və bu bədənə aid olan təhsil alır. Özünü cisimlə eyniləşdirmək, onun elir, vadar elir, nəyə, hansı təbiətə məxsusdursa o təbiəti öyrənmək. Mən bədənəmsə, bədənim də hara bu maddi təbiətə məxsusdur, düzdür? Və ondan sonra mən başlayıram bu maddi təbiəti öyrənib istismar eləməyə. Buna deyirlər illüzor enerjinin tərəqqisi. Yəni maddi təbiət axı illüzor enerjidir. Allahın illüzor enerjisidir. Və buna deyirlər şeytan əməli, satana, şeytan, budur. Maddiyyat onlara məxsusdur. Düzdürmü? Ona görə də bugünkü gündə verilən təhsil 99,99% cismani konsepsiya. Mən bu bədənəm. Amma əslində insanın bu cür düşünməyi həqiqəti neyinir? Həqiqəti yuyub apara bilməz axı. Bildiniz nətəri? Həqiqəti yuyub apara bilməz axı. Həqiqətliyində qalır, bilirsiniz. Mən məsəl üçün Azərbaycanlıyam da, Türkəm deyək. Mən gecə gündüz ingilis dilini öyrənim, sonra girib ingilislərin geyim, deyim, mən ingilisəm. Bununla həqiqət dəyişəcək? Yox. Mən ingilis dilini də öyrənim, ingilis paltar geyim, ingilis mətbəxin yeməklərin pişirin geyim, İngiltərədə yaşayım. Deyim, mən doğulmuşam türk. Məsəl üçün deyirəm, bu kobud məsəldir. Başa düşdünüz? Mən həqiqəti dəyişə bilmərəm, başa düşdünüz? Həqiqəti dəyişmək qeyri-mümkündür. Həqiqətliyində qalır. Mən sadəcə olaraq cəhdlər eləyə bilərəm, süni cəhdlər. Amma o süni cəhdlər həqiqəti dəyişmir. Həqiqəti pozmaq, dəyişmək, inkar eləməklə o həqiqətliyini itirmir, o hökmünü itirmir. O hökmündə qalır, başa düşdünüz? Bu deyir, bir dəfə bir çaqqal, buna uyğun bir dənə sizə Panchatantradan bir dənə şey deyəcəm. Vedarada belə bir şey var, Panchatantra. Heyvanlar üzərində həqiqətin nəyi? İzahı, heyvanların həyatı üzərində. Belə bir bölmədə var. Panchatantra deyirlər. Deməli, bir dəfə çaqqalın yolu düşür şəhərə. Çaqqalın yolu şəhərə düşəndə, şəhər baxır, şəhər nə gözəl bir yerdir. Bu, həmişə cəngəllikdə, meşədə yaşayan bir şeydir. Yolu düşür şəhərə və şəhərə girir, axşam olur, axşam vaxtlar olur, gecə vaxtlar. Bunu şəhərdə görən kimin şəhərdən itləri var axı, şəhərdə görür, şəhərin küçələri itlərlə dolu. Şəhərin itləri bunu görürlər, kənar şəxsiyyət gəlibdir, kənar canlı gəlibdir. Sıraz hiss edilir axı itlər. Və bunu görən kimi şəhərin itləri hürüyə hücum çəkmirlər buna. Bu da qayıdıb qaçır. İndi bu xeyli girib axı şəhərə. Sonra itlər bunu danışanda, bu qaçanda, sürətlə qaçanda bu özü də xəbər olmur, hansısa bir, nəyinsə bir ambarların zadının arası ilə keçirmiş. Orada bir kraska ambarın zadının yanından keçəndə, orada bir açıq, ağzı açıq bir dənə kraska şeyi, baçaq olur. Bildiniz nətəri? Göy rəngdə, gömgöy rəngdə. Çaqqal gümbultu ilə düşür o rəngin içinə, itlər də gəlirlər axı, bir də o rəngin içindən çıxır yenə də qaçır meşəyə. Bu olur gömgöy, üstü gömgöy olur, başa düşdünüz? Bu göy rəngdə qaçır meşəyə, itlərdən canını qurtarır, meşəyə gəlib çatanda bu gedir, özü də bilmir da indi ki, bu gömgöydür, çaqqaldır da. Bunu bütün meşənin heyvanların hamısının diqqətini cəlb edir ki, bu rəngdə meşədə heç vaxt heyvan olmuyor, bu nə heyvandır belə? Çaqqal hiss eləyir ki, bundan cəlb olurlar, bu diqqəti cəlb edir nəyinəsə. Bu diqqəti cəlb olmağından istifadə edir. Çaqqal da axı. Heyvanlar yığışırlar bunun başına, bu nədir? Göy rəngli heyvan, göy rəngdədir. Çaqqal bundan istifadə edir, başlayır oxumağa, muizə eləmək. Bəs siz bilmirsiniz mən kiməm? Başlayır özünü qaldır qoyur, mən xüsusi göndərislə gəlmişəm, xüsusi təyinatım var, xüsusi missiyam var, başa düşdünüz?
və bütün meşənin heyvanları buna səcdə edirlər, başlayırlar buna səcdə eləməyə. O, sən xüsusi missiya ilə gəlmisən, xüsusi şəxs. Hətta şir, fil, bunlar hamısı bunun təzim edirlər, bunu təzimatında dururlar. Çaqqal da bundan həzz alır. Gəzir deyir, bu xüsusi bir şeydir də, çaqqal xüsusi bir heyvandır. Meşədə bu rəngdə heyvan birinci dəfədir görürlər. Başa düşürsünüz? Bunu qeyri-adi rəngi bütün meşənin heyvanlarında belə fikir yaradır ki, bu xüsusi bir nəsə bir göndərilmiş missiya ilə gəlmiş xüsusi bir nədir? Bir heyvan canlıdır. Və hamı buna tabiçilik göstərir. Təzim edirlər bu gələndə qabağında. Gül çiçək səpəlirlər. O bizimkilər öyrəniblər. Ayağın altında quzu qurban kəsirlər. Ha. Çaqqal da bundan həzz alır da, meşənin şahı olur. Çaqqal çönür olur meşənin şahı. Şir də çəkilir qırağa, fil də çəkilir qırağa. Belə çaqqal yaşayır, çaqqalı bu cür həyat birazdan darıxdırır. Darıxır da hamı buna təzim eləyir. Bu belə elə bir ki, Beli Varona deyirlər, belə şey qalıb da belə. Hamının ancaq halımdan elə təzim görməkdən adam yorulur axı. Nəsə bir adi həyatın yaşamasıdır. Bu belə yorğun arğın halda meşənin qırağı ilə gedirdi. Bezib də bu cür şeydən. Hamı bezir də, düzdür? Birdən meşənin qırağında gəlib gələndə bir də baxır ki, çayın o tərəfində, çayın o tərəfində gecənin qaranlığı olur. Birdən göydə bir dənə bədirlənmiş ay çıxır, yup-yumuru. Bədirlənmiş ay deyirlər, yumuru ay. Yup-yumuru olur, ayın polnoluniya deyirik, bədirlənmiş ay. Çaqqallar da belədilər ki, bədirlənmiş ay çıxan kimi başlayırlar ona ulamağa. Aya uluyurlar, başa düşdünüz? Niyə görə? Çünki bədirlənmiş ay historiya var da, əhvalat var. Ay o vaxt çalxalayanda, süd okeanın çalxalayanda demonlarla mələklər süd okeanından həyat əbədiyyətin nektarını çıxartmaq istəyirlər. İskəndər Zulqeynin axtardığını. Onlar onu çıxardırlar. Çıxardanda demonlar həmən o oradan çıxmış o nektar qabını götürüb qaçırlar ki, mələklərə verməsinlər, özləri içsinlər. Onda Tanrı Vishnu, Krishna özünün Mohini Murti formasında gəlir, onu demonların əlindən çox akuratını alır, özünün gözəl qadın formasına girir. Qadın bunu gözəl qadın kimi görən kimi də hamısının ağzı əyilir. Onu da verirlər buna. O da gətirir, hamısını içirdir şeylərə. Mələklərə içirdəndə onları sıraya düzür. Sıranın axırında demonlardan bir dənəsi gəlir oturur ki, mələklərin geyimin geyir, durur mələklərin sırasının axırında ki, buna da versinlər. Və verə gəlir Vishnu, Krishna. Buna növbə gəlib çatanda ən axırda ayı idarə edən mələk durmuşdu. Bildiniz hansı? Chandra. Chandra da ayı idarə edən mələyin adı. O durmuşdu. Ən axırda ona verir. Ondan sonra bu demon durubdu. Demon da mələklərin geyimini geyib, libasına girib onların. Özünü tamamilə dəyişib. Ki seçilməsin də. Və ona verəndə onun ağzına tökür, hələ boğazından keçməmiş birdən Chandra səs qaldırır, səs-küy qaldırır. Deyir, məndən sonra heç kim durmamışdı. Mən axırıncı idim, bu mələk deyil. Vishnu sırası hiss edir ki, bu şey də qurmadır, demondan qurması, demondur bu. Həmən dəqiqə diskini çıxardır çakrasına. Şart başını bədənindən üzür bunun. Başını bədənindən üzülür, bədəni qalır, başı bir tərəfə girir, bədəni bir tərəfə. İndi bu həmən o əbədiyyətlik nektarı bunun başında qalır, amma bədəninə keçmir. İndi bunun başı böyük bir planet kimi havada bu saatda uçur və o ay tutulması deyilən şey həmən o demonun başıdır. O bir planet kimi göydə uçur. Ayın tutulmasını, günəşin tutulmasını o təmin edir. O qədər. Baxın, görün nə boyda ölçülər, nə boyda odur. Ona görə demonların ay planetinə qarşı çox güclü nəyi var? Qəzəbi var. Polnoluniya olanda kimin içində demonski güclər güclüsə, belə adamlar çox güclü narahatçılıqlar yaşayırlar. Çox özlərini pis hiss edirlər, narahat hiss edirlər, qəzəblənirlər heç nədən, xırda şeylərdən. Çünki polnoluniyadır. Ona görə də çaqqal nədir? Demonический sуществоdır da. Bunların hamısı insan demonik şeylərlə doldu. Ona görə çaqqallar, demonlar həmişə polnoluniya olanda, bədirlənmiş olanda olan uluyurlar. Və bu çaqqal görür ki, çayın o tərəfindəki çaqqallar rahatcana durublar, başlarını qaldırıblar, uluyurlar, həzz alırlar. Hər heyvan öz eşək anqırmağından həzz alır. Məsəl üçün də xoruz banlamağından həzz alır. Hər kəs elədiyindən həzz alır. İnsanlar görsən danışmaqdan həzz alırlar. Danışır. Qadınlar dayandırmaq olmur.
Eləcə də bu çaqqal da baxır onlara, ağzının suyu axır ki, onlar rahatça. Çünki bu axı çaqqallıqdan özünü çıxardı, bu adı qeyri-adi bir canlıdır, missiya ilə gəlib. Bu indi ulasa nə olacaq? Axırda özünü saxlaya bilmir, bu özünü saxlaya bilmir. Təbiəti bunu məcbur eləyir. Atlanır çaya, keçir o tərəfə. Çaya atlanıb keçəndə bədənindəki o göy rəng yuyulur. Olur adi çaqqalın rəngində, geri qoşulur onlara, başlayır onlarla bir yerdə ulamağa. Burada hamı görür ki, bu çaqqal olmuş, adicə bir çaqqal imiş ki. Onda meşənin heyvanları bunu çırpırlar, döyürlər, qovurlar meşədən ümumiyyətlə. Ki bu yəni mən bu məsələ nəyə gətirmişəm? İnsanın təbiəti var, o təbiəti gizlədə bilməzsən, o təbiət özünü həmişə biruzə verir. Ona görə də istənilən təhsil sistemi tətbiq olunur, amma insanlar təbiətinə uyğun olmadığına görə baxırsan ki, təhsil sistemindən çıxıbdı tələbə, özdə bir söz var, alim olub insan ola bilmir. Alim olur, insan ola bilmir. Ticarətçi, biznesmen eləyirlər, həkim eləyirlər, mühəndis eləyirlər, bu eləyirlər, amma insanlıq göstərə bilmir. Çünki o öz yerində deyil axı, öz tarelkasında deyil, ona uyğun təhsil almalıdır o. Onu başqasının tarelkasında soxublar məsəl üçün. Şudra təbiətli bir insan gəlir oturdular, fizika riyaziyyatı oxumaqdan ötürü onu belin qırırlar. Bütün xasiyyətin, xarakterin sındırırlar, atırlar çölə məktəbdən. Get, indi get gəz. Ellər zombi. Bunun təbiəti şudur. Məsələn, bundan gözəl dülgər ola bilər, rəssam ola bilər. Amma bunu otuzdular 10 il orada. Fizika riyaziyyatı oxumursansa başına döyürlər, çırpırlar o vaxta qədər ki, onun şəxsiyyətindən heç nə qalmır. Çıxandan sonra da nə rəssamlıq eləyir, nə dülgərlik eləyir, başlayır maşinliklə eləmə. Yəni ən yaxşı halda olur belə də, səfil. Başlayır fırıldaq yollarla, əyri yollarla istənilən halda pul qazanmağa və salam. Bu təhsil sistemi. Bugünkü təhsil sistemi, bax gör tələbələr nə gündədirlər. Hippiyə çevrilir getdikcə. Hippi birisi də cırıq şalvarla gəlsin, saçını uzatsın, siqaret çəksin, pivə içsin və s. belə xoşa gəlməyən şeylərlə məşğul olsunlar. Deməli, təhsil sistemi düzgün deyil. Təhsil sistemi, əsl həqiqi təhsil sistemi deyil. 7-ci, 8-ci sortda insanların təhsil sistemidir. Ona görə də bu cür sistemdə insanın ruhi, mənəvi dirçəlişi baş vermir. Cəmiyyətdə harmoniya olmur. Harmoniyanı süni sürətdə yaratmağa çalışılanda o harmoniya olmur cəmiyyətdə. Cəmiyyətdə harmoniyanı mənəvi dəyərlər yaradır. Mənəvi dəyərlər olmayan yerdə heç bir harmoniya ola bilməz. Ancaq maddi dəyərlərlə cəmiyyətdə harmoniya yaradılacağını iddia eləmək bu səfehlikdir. Bu Veda fəlsəfəsi nöqteyi nəzərindən. Ən yaxşı halda səfehlikdir. Ancaq maddi dəyərlər bolluğu yaratmaqla mümkün deyil. Bhaktivedanta Swami Srila Prabhupada 1971-ci ildə SSR-yə gələndə birinci dəfə gəldi, qayıtdı, getdi. Onun Professor Katovski adında bir dənəsi ötürdülər onun üstünə ki, söhbət eləsin. O da indioloq idi. Ondan söhbət edəndə Srila Prabhupada dedi ki, biz də kommunizmi qurmaq istəyirik, bilirsiniz? Kommunizm bizdə, Krishna Şuri hərəkatında məqsədi kommunizm qurmaqdır. Sizin də məqsədiniz kommunizm qurmaqdır, bizim də. Amma fərqimiz ondadır ki, deyir, sizin deyir, avtoritetiniz Lenindir, bizim avtoritetimiz Krishnadır. Fərq bundadır. Sizin deyir, siz maddi dəyərlər bolluğu yaratmaqla cəmiyyətdə fundamental harmoniya yaratmaq istəyirsiniz, o mümkün olmayan şeydir. O cəmiyyətdə maddi dəyərlər bolluğu yox, cəmiyyətdə mənəvi dəyərlərin bərpası qurulmalıdır ki, insanlarda mənəvi, ruhani dəyərlər olanda, belə insanlar hər kəs öz yerindən məmnun olanda, onlar maddi dəyərlər həmən dəqiq avtomatik öz-özünə yaranacaqdır. Amma siz mənəvi dəyərləri itələmisiniz qırağa. Mənəvi dəyərlər də deyir ki, ruhani ustadın rəhbərliyi altında Prabhupada deyir mümkündür. Ruhani ustadın rəhbərliyi altında bu cür təsir almaq olur. Krishna deyəndə deyir, Tadvidi Pranipatena Pariprashnani Sevaya Upadekshandi Gyanam Gyanasthatva Darshanam. Əgər sən bilik almaq istəyirsənsə, Krishna deyəcək, bilik almaq istəyirsənsə, bilik ruhani ustada yaxınlar. O demir get siyasətçilərə yaxınlaş, o demir get biznesmenlərə, milyarderlərə yaxınlaş, o demir get rəssamlara, şairlərə, müğənnilərə yaxınlaş. Demədi Krishna. Bildiniz nətəri? Kşatirləri, vayşıları, şudraları demədi. Krishna dedi get brahmanlara. Ruhani ustad brahmandır. Brahman ruhani ustad ola bilər. Brahman kimdir? Ruh biliyi bilən, ilahi biliyi bilənlər, ruhani biliyi, alimlər. Get onlara yaxınlaş, onlar sənə bilik verəcəklər. Və bundan sən
təmizləyir. Bizim bədən hisslərimizin çirklənməsindən çıxdı bu söhbət. Hisslərimiz nətər çirklənir? Biz özümüz cisimlə eyniləşdirib ona uyğun bilik alır bu gün təhsil sistemi verilir. Mən bu bədənəm. Ət sümük qasidin nəsbləşməsi ibarət. Sən nə qədər mən bu bədənəm deyib burada yaradırsan yarad, bu nə insana xoşbəxtlik, sözün əsl mənasından da xoşbəxtlik gətirir, nə həzz gətirir, nə sevinç gətirir, nə xüsusilə də heç bir sevgidən əsər əlamət olmur burada. Bildin nətər? Nə rahatlıq gətirir, nə əmin-amanlıq gətirir, heç nə gətirmir bunların heç biri. Nə qədər insan özünü cisimlə eyniləşdirirsə, bu bədən mənəm. Ət sümük qasidin nəcis birləşməsinə ibarət. Buna deyirlər cəhalət. Veda fəlsəfəsi deyir bu cəhalətdir. Yəni, əgər insan fikirləşirsə, bu ət-sümük konsidih nəsbləşməsi mənəm, o cahildir. Belə insanın bundan sonraki fəaliyyəti həmən cəhalətin həndəsi silsilənin genişlənməsinə başqa bir şey deyir. Bunu Veda müdrikləri deyir. Bunu Krishna isə daha şapalaq kimi vurur insanın üzünə. Müasir insanın üzünə müqəddəs kitablarda elə ayələr, elə beytlər var ki, onlar adamın üzərinə, materializmin üzərinə şapalaqdır. Bizdə olur axı. Adam özünə gəlməyəndə ona şapalaqla vurur, özünə gətirirlər. O sərxoş adamı. Krishnanın da belə şapalaq formalı beytləri var Vedalarda. O şapalaq beytlərdən biri budur, baxın. Deyir ki, insan 3 elementdən ibarət bədənini, öz şəxsiyyəti sayırsa, 3 element hansıdır? Od, hava, bəlğəm. Bəlğəm də su ilə torpağın qarışığına yaranır. 4 elementdə də od, hava, su, torpaq. Amma Krishna 3-ünü deyir. Çünki Ayurvedada bu 3-ü ilə insanı sağaldırlar. 3-ü ilə, bildiniz mi? Od, hava, bir də bəlğəm. Od, hava, bəlğəm. 3 element. Vata, pita, vayu deyirlər. Vata, pita, vayu. Od, hava, bəlğəm. Ayurvedada. Krishna deyir, bu 3 elementdən ibarət olan bədənini, öz şəxsiyyəti bilən. Bu bədənin əlavə törəmələrini qohum əqrəbaları bilən, yaxınları, əzizləri. Bu bədənin doğulduğu yeri müqəddəs bir orada sitayiş edən. Sonra bu bədəni müqəddəs yerlərə aparıb orada mömin şəxsiyyətlərlə ünsiyyətdə olmaq əvəzinə ancaq ad almağa, nə bilim, mömin yerlərdə olmaq, müqəddəs sularda çimizdirməyə aparsa insan. Belə insan uzunqulağa mala bənzir. Qo karam. Qo inəkdir, karamda uzunqulaq. Belə insan uzunqulağa mala bənzir. Krishna özünü cisimlə eyniləşdirən insana deyirsən uzunqulağa mala bənzirsən. Baxırsınız, bunun Allah ali şəxsdir. Buna deyirlər şapalaq beyti. Bu Krishnanın şapalağıdır. Materializmə qərq olmuş insana. Şapalaqdır. Oyan, özvə gəl. Ona görə də bu cür təhsil alanda bizim hisslərimiz, özümüz cisimlə eyniləşdirəndə bizim hisslərimiz çirklənmiş hiss olurlar. Nə ilə çirkləniblər? Materiya ilə, maddiyyatla. Biz ancaq maddiyyat görürük, vəssalam. Bax, müasir sivilizasiya, kim deyər ki, müasir bizim yaşadığımız sivilizasiya 99,99% bu səviyyədə deyil. 1% mən saxlayıram, bugünkü gündə planetin üstündə Veda biliyini öyrənib, onu tətbiq edən insanlar vardı. Mən 1% onlara aid edirəm. Amma yerdə qalan hamı bu şeydədir, bu kateqoriyadadır, başa düşdünüz? Çirklənmiş kateqoriyada. Hisslər çirklənir, nədir? Materiya ilə. Ətrafa baxır, ancaq maddiyyat görür, vəssalam. Bu ancaq hər şeyi maddiyyatda axtarır, hər şeyi maddiyyatla əldə eləməyə çalışır. Bütün bunun həyatı, mənası maddiyyatdır. Baxmayaraq ki, bir-birinin dalca ölülərə apaq bastırırıq. Ölür apaq bastırır, insan gəlir yerdə davam eləmək. O, Yamaraca sual verir, bu dünyada Yamarac sual verir, yutişdirə. Bu dünyada ən böyük möcüzə nədir? Deyirəm, böyük möcüzədir ki, insanlar bir-bir ölürlər ki, hər dəqiqə kimsə ölür. Ondan sonra elə yaşamaqda davam elə bir ki, bunlara aid deyil. Yəni, insan ölür və bastırıq gəlir, yenə həmən öz materialist həyatımızı davam edirik. Həmən materialist həyatı davam edirik. Buna deyirlər cəhalət görsünüz, cahillik. Buna görə də çirklənmək, çirkli hisslər, bu materiya ilə çirklənməyə deyirlər. Hisslərimiz maddiləşibdir. Gözümüz görmə qabiliyyəti maddiləşib, eşitmə, dadmı. Bunlar maddiləşəndə ağıl da maddiləşir. Niyə? Çünki ağıl bunları rəhbərlik edir. Onlar ağılı da öz təsir altlarına salır. Ağıl da maddidir. Dərrakə də maddidir. Çünki bunlar maddiyyat biliyi alırlar ki, mən bu bədənəm. Vəssalam, bu cür biliyi əldə edirlər. Sən bu bədənsən. Ondan sonra bədən mənsubiyyətləri gəlir, məxsusiyyətləri gəlir və s. Arta gedir. Və bu bilik dərrakə maddidir. Hansı ki, Krishnaya xidmətdə istifadə olunmur, cismaniyyətə xidmətdə istifadə olunmur. Belə dərrakə seçimi materiyaya eləyir, tərəf verir ağla. Ağıl da
seçimi materiya tərəf eləyir, verir hisslərə. Hisslər də materiya xidmət edir. Bunun hamısı da bədəni xoşbəxt eləməyə çalışırlar. Materiya da bədəndir. Gördünüz? O dərrakə düzgün mənbədən qidalanmır. Bu məsələ buradan başlayır. Dərrakə düzgün mənbədən qidalanmır. Dərrakə özünü bədən sayır, ruhi can saymır. Belə dərrakə materiya xidmət eləyir. Allaha xidmət eləmir. Amma bundan qabaqki beytdə 8-ci mətndə Krishna deyir, öz ağlını sadəcə olaraq məndə, Allah alişətdə cəmləşdir, dərrakəni bütünlüklə mənə xidmətdə işlədi. Dərrakə Krishna xidmətdə işlənməlidir. Onda hisslər təmizlənir. Ağıl təmizlənir, hisslər təmizlənir. Nədən? Dərrakə Krishna xidmətdə istifadə olunursa, Allah alişəxs, Tanrı Krishna sırf ruhdur, pak ruhdur. Ondan aşağıda bizim özümüz ruhu şəxsiyyətimiz durur. Dərrakə onların iradəsini həyata keçirəndə, onlara uyğun bilik alıb, onlara uyğun iradə həyata keçirdəndə dərrakə özü ruhiləşir. Nəyə xidmət edirsən, onu da çevirirsən də. Bildiyin də, xameleon kimi. Xameleon hansı şəraitə düşür, ona da uyğun bədəni forması, rəngləri dəyişir. Bizim dərrakəmiz, ağlımız da belədirlər. Nəyə xidmət edirlərsə, ona da çevirirlər. Dərrakə ruha xidmət edirsə, ruhiləşir. İlahiləşir Allaha xidmət edirsə. O ağılı özünə xidmət elətdirsə, ağıl da ruhiləşir. Ağıla bu cür hisslər xidmət eləyəndə, o hisslər də ruhiləşir. Və onların hamısının bir yerdə ruhiləşməyi insanın fiziki bədəni də ruhiləşir. İnsan bu dünyada olurlar, Allahın dərgahında olmuş olur. Qurtulmuş can olur, buna deyirlər. Buna deyirlər təmizlənmə prosesi. Bhakti yoga hissləri təmizləyir. Nəyin köməyi ilə? Ruhani biliyin köməyi ilə. Ruhu biliyi dərrakə alır, analiz edir. Bax, Bhagavad Gita biz öyrənməklə bu saat neyini? Dərrakəmizi ruhiləşdiririk. Dərrakə ruhiləşir Bhagavad Gita fəlsəfəsi ilə. Ağla buna uyğun nəsiyyətlər verir. Ağıl hisslərə buna uyğun nəsiyyətlər verir. Hisslər başlayır təmizləmə. Nədən? Cismani konsepsiyadan. Mən bədənəmdən. Mən ruhi canam. Ona görə hisslər, göz, ruha xoş getməyən şeylərə baxmır. Qulaq ruha xoş getməyən səslərə qulaq asmır. Dil ruha xoş getməyən qidaları yemir. Bundan da yuxarı Allaha xoş getməyən. Buna deyirlər təmizlənmə prosesi. Eləyiz. Amma materialist təbiətli insan ət-sümük konsilik nəcis birləşməsi mənəm duyub iddiasında. O baxmır, nə gəldi yiyir, nəyə gəldi baxır və bunların da heç biri onun ruhun rifahına xidmət eləmir və belə insanın həyatın mənasında heç bir xəbər yoxdur. Belə insan ancaq süni və saxta dəyərlərlə yaşayır. Süni və saxta dəyərlər. Var dövlətin, mən sizə demişəm neçə dəfə. Bu barədə seminarım var, amma hələ də bölüşməmişəm sizlə. Var dövlətin, gücün, gözəlliyin, həzzin, xoşbəxtliyin, sevginin, biliyin və s. bütün ad, sanın, şan, şöhrətin, bütün bunların hamısının bir saxta variantları var. Bir də həqiqi. Kimlər ki, ruhani bilik əldə edirlər, özünü ət-sümük konsilik nəcis birləşməsinə eyniləşdirmirlər. Belə insanlar tədricən Bhakti yoga prosesi, bax bu deməkdir. Bhakti yoga prosesi insanı bu təmizləyir, bax bütün bu şeylərdən. Və insan tədricən başlayır bütün bu dəyərlərin həqiqisini duymağa. Belə insanın diqqəti, bağlılıqları maddi dünyadan tamamilə çəkilir. Tamamilə çəkilir. Belə insanı maraqlandırmır bu dünyanın heç nəyi. Bildiniz? Heç nəyə maraqlandırmır. Onları ancaq istifadə eləyir özünün məqsədinə nail olmaq üçün. Amma belə biliyi olmayan insan nə edir? Bunları istismar edir, qamarlayır nə qədər mümkündürsə. Bu demək ki, belə insan cahildir, heç bir biliyi yoxdur. Saxta dəyərlərlə yaşayır, bildiniz? Müasir planetin üzərindəki müasir sistem, bax belə saxta dəyərlər sistemidir. Saxta dəyərlər sistemidir. İnsanlar saxta dəyərlərlə bir-birini aldatmaqla məşğullar. O görə də Bhakti-Siddhanta Sarasvati Thakur, Bhaktivedanta Swami Srila Prabhupada'n müəllimi, ustadı, ruhani ustad. Deyirdi ki, bu cəmiyyət aldanmışlar və aldadanlar cəmiyyətidir. Bu onun sözüdür. Mənim sözüm deyil. Aldanmışlar və aldadanlar cəmiyyətidir. O da böyük şəxsiyyətdir. 60 min şagirdi var idi. 60 min. Mən burada dayanıram. Və Şrila Prabhupada deyir son cümləsində ki, insan ruhani ustadı rəhbərliyi altında qayda və təlimatlara riayət edərək Bhakti yoga prosesinin köməyi ilə şübhəsiz ki, Allaha məhəbbət mərhələsinə nail olacaq. Allaha məhəbbət nədir? İnsan həyatının ən ali məqsədi. İnsan həyatının mahiyyəti var, insan həyatının mənası var, insan həyatının təyinatı var, bir də insan həyatının ali məqsədi var. Bir də insanın ənimdə borcu var. İnsanın ənimdə borcunu
Biz demişdik. Şila Prabhupada 6-cı 7-ci mətnlərdə bu fəslin 6-cı 7-ci mətnlərində Şila Prabhupadanın cümləsində oxuyuram. İnsanın borcu uca Tanrıya xidmət etməkdir. Əks halda o maya, illüzor enerjiyə xidmət edir. Yəni şeytana xidmət edəcək. İllüzor enerji şeytan deməkdir, satana. Əks halda ona xidmət edir. Əgər Allaha xidmət eləmirsə. Bu budur, ümdə borcu. Deməli, insan həyatının mənası, mahiyyəti, təyinatı, ali məqsədi, bir də insan həyatının ümdə borcu var. İnsanın ən ümdə borcu. Bunları bunların içində insan həyatının ən ali məqsədi qəlbində olan Allaha ilahi sevgi nədir? Təzahür etdirməkdir. Bunu da Şila Prabhupada hal-hazırki beytə izahının sonuncu cümləsində hal-hazırki beytə üzr istəyirəm. Hal-hazırki beytə verdiyi 9-cu beytdə oxumuşum. Ona verdiyi izahın sonuncu cümləsidir. İnsan ruhani üstadın rəhbərliyi altında qayda və təlimatlara riayət edərək bu Bhakti yoga prosesinin köməyi ilə, hansı Bhakti yoga prosesinin köməyi ilə Allaha, Allah ali şəxsə məhəbbət mərhələsinə nail olacaqdır. Heç bir şübhəsiz Prabhupada deyir. Heç bir şübhəsiz. Yəni insan həyatının məqsədinə nail olacaq. Və bunların hamısı dini, biz heç bir dini mənsubiyyətdən söhbət eləmirik. Heç bir din qəbul eləməkdən söhbət eləmirik. O dini atın gəlindi bu dinə. İslamı atın gəlin Krishna ait olun. Belə söhbət, bu gülünç söhbətdir, bilirsiniz, gülünç. Bunu ancaq bisavad adamlar deyərlər. İslamı atdı, getdi, xristianlığı qəbul elədi. Bu, dini səviyyədə bəlkə də bunların yeri var, hə. Amma ruhani səviyyədə bu söhbətlər gülünçdür. Bildiyin qədər. İnsan işinə qəbul eləmir ki, insan bərpa eləyir. Biz burada demirik ki, gəlin Krishna şuurunu qəbul eləyin. Əslində. Biz deyirik ki, Bhagavad Gita deyir ki, gəl Krishna şuuru bərpa elə, bərpa elə. Bərpa, o şuur sənin içindədir. Allah olan sevgi sənin qəlbindədir. Gəl onu bərpa elə. Bərpa eləməyə gəlirik. Burada mənsubiyyət yoxdur. Bu elmdir. Peyğəmbər sallallahu Məhəmməd və sallallahu eşq olsun onun adına. Məhəmməd və sallallahu dedi ki, bil içində olsa onu dalca get. Məhəmməd və sallallahu mən əminəm ki, o deyəndə o bilirdi ki, içində nə var. O demədi ki, biri Avropada olsa ged onu dalacaq, biri Rusiyada olsa ged onu dalacaq. Demədi o sözü. Biri Afrikada olsa ged onu dalacaq. Yox, biri Çində olsa ged. O bilirdi ki, Çin, Buddizm o vaxt, bilirdi ki, Çində ruhani bilik var da. Çin, Hindistan istiqamətdə də, o istiqamətdə, şərqdir. Hindistan, Çin bir sistem idi də o vaxt. Bu parçalanma dövlətlərə, sərhədlər, bunlar hamısı tənəzzül əlamətidir. İnsanlar yaradıblar, sərhəd çəkiblər, oturublar. Nədir ki, İnsanlar aralarında münasibət qurmağa bacarmayan da məcburdular hər kəs özünə pay götürsün. Düzdür? Bu adi bir insan, adi bir ailədə də baş verir. İki qardaşın arasında da baş verir. Atasının malını bölə bilmirlərsə, onlar atasının malı ilə bir yerdə yaşayıb həzz ala bilmirsə, onlar məcbur qalır, onu bölüşdürürlər. Bu sənin payın, bu da mənim payım. Sərhəd çəkirlər. Çünki insani keyfiyyətlər inkişaf elətdirmək yolunda deyil yaxı, ona görə. İnsani keyfiyyətlər inkişaf elətdirmək, ilahi keyfiyyətlər inkişaf elətdirmək yolunda olsa, bu planetin üstündəki bu sərhədlərin hamısı silinəcəkdir. Sərhəd qalan deyil. Belə. Çox sağ olun, diqqətinizə görə hamınıza öz minnətdarlığımı bildirirəm. Kimisə sualı olarsa buyursun. Tanrı mərhəmət sayəsində çalışar yazar. Hare Krishna.